أشهد أن محمدا رسول الله. أشهد أن محمدا رسول الله. حي على الصلاة. حي على الصلاة. حي على الفلاح. الله أكبر الله أكبر. لا إله إلا الله. الحمد لله نحمده نستعينه ونستغفره ونتوب إليه. نعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون. يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء. واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا. يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما. أما بعد إن أصدق الحديث كتاب الله وأحسن هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها وكل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Değerli müminler, değerli kardeşler, geçen xutbələrimizdə biz Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin zövcələri haqqında məlumat vermişdik, xutbə vermişdik. Bugünkü xutbəmiz Peyğəmbər sallallahu əleyhi və səlləmin qızı Həzrəti Fatimə haqqında olacaqdır. Həzrət Fatimə Rəsulullahın sallallahu əleyhi və səlləmin qızlarının ən kiçiyidir. Rəsulullahın dünyada nəslini davam etdirən nurudur. Cənnət seyidlərinin Həzrət Həsən və Həzrət Hüseynin anasıdır. Həzrət Əlinin kərrəməllahu vəcəhının zövcəsidir. O, Rəsulullaha nübüvvətlik verilmədən bir il öncə dünyaya gəlmişdir. Rəsulullah sallallahu aleyhi ve sellem ona Fatimə adını vermişdir. Rəsulullah onu, o da Rəsulullahı çox sevərdir. Tarix hələ belə bir ata-bala sevgisinə şahid olmayıb və olmayacaqdır. Həzrət Fatimə həm də Zəhra və Bətul ləqəbləri də almışdır. Zəhra, ağ bənizli, nur üzlü qadın mənasında, Bətul isə dünyavi həvəsatdan uzaq, özünü ibadətə həsr edən, iffətli, namuslu qadın mənasında gəlir. O yaşının kiçik olması səbəbi ilə və xüsusən də anası Həzrəti Xədicənin vəfatından sonra atası Rəsulullahın yanından heç ayrılmazdı. Bəzən atasının əlindən tutaraq Məkkə küçələrini gəzər, bəzən də atasını təqib edərdi. Kiçik olmasına baxmayaraq, müşriklərin atasına verdiyi əziyyətə qarşı çıxardı. Həzrət Fatimə atasından ayrılmadığı üçün atasına verilən bütün işgəncə və əziyyətlərə şahid olmuşdur. Bir gün Kəbənin həyətinə gəlmişdir. Müşriklər atasının ətrafına toplanaraq bunları söyləyən sənsənmi deyə təhqiramiz davranırdılar. Hətta azğın bir müşrik Rəsulullah sallallahu aleyhi ve sellemin arxadan tutaraq sıxışdırıb incitməyə başladı. Kiçik Fatimə çox qorxdu və titrəyərək yerə yıxıldı. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem heç bir təlaşa qapılmadan haqq olan sözləri təkrar edək, bəli, bunları danışan mənəm dedi. Bu əsnada Əbu Bəkir radiyallahu anhu gəldi
və Rəbbim Allahdır dediyi üçün bu adamı öldürəcəksinizmi deyərək müdaxilə etdi və azğın müşrikləri oradan uzaqlaşdırdı. Ümumiyyətlə, qardaşlar, Məkkə dönəmi Rəsulullah və ailəsi üçün çox ağır və çətin keçmişdir. Bu dönəmdə Həzrət Fatimə də çox əziyyətlər görmüşdür. Demək olar ki, onun uşaqlığı Qureyşin zülmü və təzyiqi altında keçmişdir. Yalnız hicrətdən sonra huzurlu bir yaşayışa qovuşa bilmişdir. Həzrət Fatimə anamız həssas ruhlu, incə fitrətə malik idi. Yaşından da üstün bir əxlaq sahibidir. Güclü zəkaya və həlim bir fitrətə malik idi. Son dərəcə təvazükar idi. Söz və davranışlarında vüqarlı idi. Çox az danışar, danışanda söylədiyi sözlər isə inci kimi düzülərdi. Cömərd idi. Ev işlərində məharəti və bacarığı vardı. Həzrət Əli, Həzrət Fatiməyə talib olanda 16-17 yaşlarında idi. O zaman nə Həzrət Əlinin ona veriləcək mehir pulu, nə də ki, Həzrət Fatimənin onun evinə aparacaq cehizi vardı. Həzrət Əli mehir pulu üçün öz zirehini satışa çıxartmış, Həzrət Osman da bu paltarı müştəri çıxaraq 400 dirhəmə Həzrət Əldən almışdı. Sonralar bu zirehli paltarı Həzrət Osman Həzrət Əliyə hədiyyə olaraq vermişdir. Həmin bu zirehdən əldə etdiyi 400 dirhəm qarşılığında Həzrət Fatimə ilə evləndi. Rəsulullah sallallahu əleyhi və səlləm bu pulun bir hissəsini Fatiməyə cehizlik əşyalar aldı, qalan hissəsinə onlar üçün toy süfrəsi açdı. Həzrət Fatimənin cehizi bugünkü gənclər üçün çox önəmlidir. Bugünkü dəbdəbəyə önəm verən gənclər ondan örnək almalıdırlar. Toy ehtiyacı dediyimiz cehiz və evi idarə etmək üçün alınanlara 3 yöndən baxmalıyıq. Zəruri olan, lazım olan və dəbdə olan, modda olan. Həzrət Fatimənin apardığı cehiz zəruri olan idi. Bunlar bir ədəd yorğan, bir ədəd yastıq, 3 ədəd mindər, 2 döşək, bir qoç dərisindən hazırlanmış qab, bir ədəd gildən hazırlanmış qab, dəri su qabı, 2 ədəd əl dərmanı, bir ələk, bir palaz, 2 ədəd Yəməndə tikilmiş paltar, 2 ədəd köynək və bir ədəd xurma yarpağından hörülmüş örtük idi. Dəyərli qardaşlar, biz demirik ki, Həzrət Fatimənin cehizi əsas olunsun. Amma Allahın o zaman onlara lütf etdiyi neymətlərlə bugünkü neymətlər də eyni deyildir. Biz daha gözəl həyat içərisində yaşayırıq, əlhəmdülillah. Lakin övladlarımızı evləndirərkən, köçürərkən israf etməməliyik, zəruri olanı almalıyıq. Necə ki, xanım Fatimə də zəruri olanı aparmışdır. Dəyərli möminlər, Həzrət Əli və Həzrət Fatimə evlərini gözəl əxlaqi məziyyətlərlə bəzəmişdilər. Nurlu nəslin davamının bünövrəsi olan bu nikahda iltifat, sayğı, ədəb, iffət və qədir bilmə əsas məziyyətlərdəndir. Bir-birlərinin fikir və düşüncələrinə nəinki hörmətlə yanaşır, dəyər verirdilər. Görüş ayrılıqları olsa da belə ortaq nöqtəyə gəlirdilər. Səmimi və isti bir ailə qurmuşdular. Elə bir məhəbbətləri vardır ki, ötəri sevdaların bu məhəbbətə heç bir təsiri ola bilməzdi. Əbədi həyatı qazanmaq və Allahın rizasına qovuşmaq onlar üçün hər şeydən əvvəl gəlirdi. Onlar yeməz, ehtiyac sahiblərini yedirdərdilər. Qapılarına gələn fəqir-füqaranı əliboş qaytarmazdılar. Özləri möhtac olduqları halda başqalarını yedirdərdilər. Onların bu gözəl işlərini, səxavətlərini və isar hallarını Allah-u Teala Quran-ı Kərimin Əl-İnsan surəsinin 5 və 10-cu ayələrində tərifləmişdir. Dəyərli qardaşlar, Həzrət Fatimə elmin mədəni olan Əhl-i Beytdəndir. Vəhy evinin qızıdır. Atası Allahın Rəsulundan aldığı elmlə zamanın insanlarını açıqlayaraq onları cəhalət qaranlığından qurtarıb nura çıxarırdı. Baxmayaraq ki, Həzrət Fatimə yaşadığı mühitdə qadınlara dəyər verilmirdi.
qadın demək olar ki, insan sayılmırdı və onları diri-diri bastırırdılar. Belə bir zamanda Rəsulullah sallallahu aleyhi ve sellem Həzrəti Fatiməyə verdiyi elm və dəyər qadının cəmiyyətdə nə qədər önəmli bir varlıq olmasını sübut edirdi. Möhtərəm qardaşlar, Həzrəti Fatimə haqqında danışarkən iki məsələni açıqlamamız mütləq lazımdır. Çünki bu əsassız, hətta böhtan deyə biləcəyimiz məsələlər İslam birliyinin, müsəlman qardaşlığının ən dağıcı bəlalarındandır. Bunlardan birincisi miras məsələsidir, ikincisi bəlkə də ən gülüncü Fatimə anamızın Həzrət Ömər tərəfindən təhdid etməsi və öldürülməsi məsələsi əslində böhtandır, yalandır. Allahın aslanı, Həzrət Əlinin sevdiyi xanımı öldürülə, o da susa. Bu, Həzrət Əliyə yaraşmır, biz də bunu Həzrət Əliyə yaraşdırmırıq. Fədək məsələsinə gəldikdə, Peyğəmbərimizin əziz qızı, Əhl-i Beytin anası, Həzrət Fatimə anamız, atamın fədəkdəki mirası deyərək möminlərin xəlifəsinin qapısına gəldi. Həzrət Əbu Bəkir çox sevdiyi, hər kəsə tərcih edəcəyi, Rəsulullahın xatirəsi olan bu incə və dəyərli anamızı incitməyi qəlbindən belə keçirməzdi. Amma Həzrət Əbu Bəkir Rəsulullahın sünnəsi, öz mirası mövzusunda buraxdığı hədisi ən qiymətli şəxslər üçün belə fəda edə bilməzdir. Mən Rəsulullahın etdiyi heç bir şey tərk etmərəm deyən İslamın bu uca xəlifəsi Həzrəti Fatimə anamıza Rəsulullahdan eşitdiyi biz Peyğəmbərlər topluğu miras buraxmarıq, bizim buraxdığımız sədəqədir hədisini nəql etdi. Və bir dövlət başçısı olaraq Həzrət Fatiməyə dedi ki, Rəsulullahdan qalan onun sağlığında sərf olunan yerə sərf olunacaqdır. Belə ki, Rəsulullah sallallahu aleyhi ve sellem fədək bağlarından əldə edilən gəliri ailə üzvlərinə, yəni Fatimənin ailəsinə və zövcələrinə, himayəsində olan yetimlərə və yoxsul müsəlmanlara xərcləyirdir. Əbu Bəkir də bunu olduğu kimi davam etdirdi. Yəni, ən tali yüklü anlarda belə sünnəyə əks gəlmədilər. Möhtərəm qardaşlar, Həzrət Əbu Bəkir Peyğəmbərimizin mirasını Həzrəti Fatiməyə vermərəm deyərkən eyni zamanda mirasdan Rəsulullahın ailəsindən olan öz qızı Həzrət Ayşəni də məhrum edirdir. Ona görə də ortada sadəcə Fatiməyə qarşı haqsızca bir mənfi davranış yoxdur. Məsələ, Allah Rəsulunun mövzu ilə əlaqəli təlimatı başqa bir ifadə ilə vəsiyyətini yerinə yetirməkdən ibarət edir. Ən önəmlisi isə Həzrət Əbu Bəkirin bu məsələdəki haqlılığını Həzrət Əli və Həzrət Abbas radiyallahu anhuma hər ikisi qəbul etmişdilər. Çünki Həzrət Əli xəlifə olduğu dönəmdə bu arazilərin Həzrət Əbu Bəkir tərəfindən təsbit edilən statusunda heç bir dəyişiklik və əlavə etməmişdir. Yəni, özü xilafəti olduğu dövrdə belə bu bağı alıb, yəni biz Əhl-i Beytə xas edib bunu belə bir idarə etməmişdir. Necə Əbu Bəkirin dövründə idarəçiliyi var idi, o cürə də getmişdir. Son olaraq, dəyərli qardaşlar, dəyərli möminlər, özünə və ailəsinə, yəni xanım Fatiməyə və onun ailəsinə, atası, yoldaşı, övladları, sevgi və hörmət etmək dinimizin fərzlərindən sayılır. Və belə bir insanı anlatmaq, tanıtmaq bizim kimi sadə insanların kəlməsi yetməz. Çünki Fatimə anamız bizim vəsfimizdən də çox uca olan bir xanımdır. Belə bir xanımı Peyğəmbərimizin dilindən tanıyaq. Səhabə rəvayət edir ki, söhbət əsnasında Rəsulullah sallallahu aleyhi ve sellem yerə 4 xət çəkdi və dedi, bunların nə olduğunu bilirsinizmi? Səhabə, Allah və elçi daha yaxşı bilir, dedi. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem, bunlar cənnət əhli arasında ən fəzilətli xanımlardır. Fatimə binti Muhammed, Xədicə binti Xüveylid, Məryəm binti İmran
və Asiyə binti Muzahim, Fironun zövcəsi Həzrəti Musanı böyüdüb analıq edən. Digər qadınların hamısının fəziləti bir araya gəlsə, bu 4 xanımın dərəcəsinə çata bilməz dedi. Ayşə anamız hansı daha üstündür ey Allahın elçisi dedikdə Peyğəmbərimiz s.ə.v hər birisi öz dövrünün ən üstün qadınıdır buyurmuşdur. Allah Teala bizi onların imanına bərəkətləndirsin inşallah. Və aqul haza və estağfiruhu innehu tevvabur rahim. Estağfirullah. İnned-dine indellahil İslam. Elhamdülillah, hamdan kamiline ve salatu ve selamu ala seyyidina Muhammedin ve sahbihi ecma'in ta'zimen linnebihi ve tekrimen lissafihi ve kâle azze ve celle min gâilen muhbiren ve amre innallah ve melâiketi yusallûn alennebî ya eyyühellezine amenü sallu aleyhi ve sellimu teslime Allahümme salli ala seyyidina Muhammed kema salleyt ala İbrahim ve ala ali Allahümme barak kema barak ala İbrahim ve ala ali Allahümme vardini hulafə raşidin Seyyidil Əbu Bəkir, Seyyidil Ömər, Seyyidil Osman, Seyyidil Ali və bəqiyyətəl həşərətəl mübəşşirə zul sidqi vəl vəfəyi və cəmil mühaciril vəl ənsar və mən ittibə ilə yevmil cəzə və cəmil müminə vəl müminət vəl müslimə vəl müslimət ələhyəhu minhü vəl anvat. Dəyərli qardaşlar, möhtərəm möminlər, bir qardaşımız sıxıntıdadır, biraz xəstəliyi var, problemləri var, dərdləri var. İnşallah dua edin ki, Allah Teala onu sıxıntıdan çıxarsın. Allah Teala cəmi Məhəmməd ümmətindən xəstə olanlara şəfa versin, dərddə olanlara dəva versin, ya Rabbil aləmin. Bir də yenə Allah sizlərdən razı olsun. Məscidimiz görürsünüz ki, yəni təmirimiz hələ davam edir, təmir gedir. Təqribən, yenə deyirəm, 93-cü ildən tikilən məsciddir. Bu qədər vaxta qədər də burada bir təmir bərpa işləri aparılmamışdır. Ona görə də biraz bir işi başlayarkən digər bir işlə çıxır ortaya. Onu düzəldirsən, digər bir tərəfindən bir problem çıxır ortaya. Ona görə təmir bərpa işləri biraz uzanır. Buna görə yenə sizlərdən xahiş, Allah sizlərdən razı olsun. Yəni bütün bu işlər sizin etdiyiniz yardımlar və saitlər hesabına görülür. Allah sizlərdən razı olsun. Allah malınıza, mülkünüzə bərəkət versin. Mən keçən xutbələrimdə yəni belə bir söz demişdim. Yenə qardaşlar təkrarladı. O sözü bir daha təkrar edirəm. Yəni bu olmuş hadisədir. Osmanlı dövründə belə bir baş vermişdi. Bir nəfər şəxs cəmiyyətdə, yəni gəzərkən, dolaşarkən hamı buna biraz pulunu xərcləmədiyi kimi belə baxırdılar ki, yəni bu görürsən pulunu yığır daimən nəsə bir yerə xərclənmir, nəsə bir şeyə dağıtmır, nəsə bir hərəkətlər etmir belə. Günlərin bir günü görürlər ki, bu adam bir məscid tikir və cəmaatın istifadəsinə verir. Buna sual edirlər ki, axı sən bu pulu xərcləmirdin, yığırdın, saxladın belə, nə əcəb sən belə bir məscidə belə sərf etdin pulu? Cavabı bu olur ki, mən pulumu özümdən qabaq göndərdim Allahın qarşısına. Ki, sonra özüm gedəndə hesabatım hasanda olsun. Ona görə yəni, bu baxımdan da siz də qardaşlar, burada hər nə olursa olsun bizim üçün yardımdır, köməklikdir. Yəni daha göstərin ki, bu işlərimizi tamamlayaq. Allah sizlərdən razı olsun inşallah. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnnallaha ya'muru bil adli vel ihsani ve ita'i zil qurba ve yanha anil fahşai vel munkari vel bag'i ya'izlukum la'allakum tezekkarun ve aqimis salah innes salate tenha anil fahşai vel munkar. Dəyərli qardaşlar, Allah Teala bizi daimən ədalətli olmağı, yaxşılıq edib pisliklərdən çəkinməyi, başda valideynlərimiz olmaqla digərlərində gözəl rəftar etməyi tövsiyə edir. Bütün bu hallarımıza ibadətimizlə nail ola bilərik. İbadətimizin başında namaz gəlir. Namaza qalxalım ki, namaz bizi bütün pislik və çirkinliklərdən çəkindirir inşallah. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Muhammeden Resulullah. Çok da. Hayyâle salâti, hayyâle salât. Hayyâle felâh, hayyâle felâh. Kad qâmetis salâtu, kad qâmetis salâh. Allahu Ekber, Allahu Ekber. La ilahe illallah. La ilahe illallah Muhammed Resulullah.
Qardaşlar, bir şey diqqət yetirin, yəni məscidin içərisində olanlar, binanın içərisində olanlar, alt və üst mərtəbədə olan qardaşlar birinci səhvdən arxada dayansınlar. Çünki imamdan qabağa keçmiş sayısınlar. Diqqət etsinlər, alt və üst mərtəbədə olanlar səhvdə, yəni səhv birinci cərgədən, birinci səhvdən biraz arxada dayansınlar. Xəttdən arxada keçsinlər, bir səhv arxaya keçsinlər. Yəni, xalçaların üzərində uzun xətt qoyulub da, bir daha tək, o xəttdən, birinci xəttdən dayanmasınlar, ikinci xəttdən dayansınlar. Buna diqqət yetirsinlər inşallah. Allahu Ekber. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdinas sıratal mustakim. صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين إن للمتقين مفازا حدائق وأعنابا وكواعب أترابا وكأسا دحاقا لا يسمعون فيها لغوا ولا كذابا جزاء من ربك عطاء حسابا رب السماوات والأرض وما بينهما الرحمن لا يملكون منه خطابا يوم يقوم الروح والملائكة صفا لا يتكلمون إلا من أذن له الرحمن وقال صوابا ذلك اليوم الحق فمن شاء اتخذ إلى ربه مآبا إنا أنذرناكم عذابا قريبا يوم ينظر المرء ما قدمت يداه ويقول الكافر يا ليتني كنت ترابا الله أكبر سمع الله لمن حمده الله أكبر الله أكبر الله أكبر الله أكبر الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد الله أكبر سمع الله لمن حمده الله أكبر الله أكبر
الله أكبر. الله أكبر. السلام. إن شاء الله. 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 السلام عليكم ورحمة الله. السلام عليكم ورحمة الله. اللهم منك السلام ومنك